Bugünlərdə Qazax rayonu Daşsağlı kəndindən olan yaxınlarımıza söhbət zamanı belə bir adətdən söz düşdü. Demək ki, bu kənddə, Daşsağlı kəndində fərqli illərin məzunları, məsələn 10 illiklərində, 20 illiklərində bir araya gələrək kənd üçün ya da məktəb üçün nəsə eləyirlər pul toplayaraq. Məsələn, kəndin girəcəyinə bir abdə düzəltdirirlər, məktəbin bir təmirə ehtiyacı olan hissəsini düzəltdirirlər və bu yaxınlarda daha böyük bir iş görüblər. Kənd üçün idman zalı, güləş idman zalı istifadəyə verilib, ora güləşdə bildiyimiz qədərilə tanınır. Və bu çox xoşuma gəldi. Çünki biz tez-tez ölkəmizdə kimlərinsə işi yaxşı görməməsindən və s. və ilaxır şikayət eləyirik. İnsanların öz yaşadığı yerin yaxşılaşdırılması üçün, xüsusən təhsilə verdiyi müəyyən töhfələr, müəyyən xidmətlər inanılmaz dərəcədə içimi açır və göstərir ki, bu ölkədə çoxlu gözəl iş görən insanlar var. Bu məni çox sevindirdi. Bizim ölkəmizin başqa bölgələrində, şəhərlərində, kəndlərində belə bir adətlər varsa, ki, mənim məlumatım yoxdur, şərh hissəsində yazmağı unutmayın. Hələlik.